Əkrəm Əylisli, Göy Sulu Dəniz hekayə. Bu tərəfdə dağın döşündə Niyaz müəllimin evi, o tərəfdə kəndin ortasında məktəb binası. Ortalıqda gün işığı ilə dolu bir küçə vardı və yazda çiçəklər açanda o küçə daha işıqlı görsənərdi. Bu dünyada haçansa bir yaz, iki ağac uzaqdan uzağa bir-birinə baxardı. İki ağac uzaqdan uzağa bir-birini görərdi. Biri Niyaz müəllimin həyətində, biri məktəbin həyətində, biri heyva ağacı idi, biri alma ağacı idi. Heyva çiçəyi ağ olur mənim balam, almanın çiçəyi qırmızı olur. Və həmin o ağ çiçəkli heyva ağacının dibində hər səhər Niyaz müəllim oxuya-oxuya əl üzünü yuyardı. Sonra küçə gün işığı ilə dolardı və ağappaq tərtəmiz köynək geyib, məktəbə dərs deməyə gedən Niyaz müəllimin o işıqdan ağappaq tərtəmiz səsi gələrdi. Niyaz müəllim gedə-gedə salam verərdi, salam alardı və o işıq dolu küçədə Niyaz müəllimin səsi bütün səslərdən seçilərdi. Biri vardı, biri yoxdu. Səslərin də rəngi vardı mənim balam. Bir məktəb binası vardı. O məktəbin eyvanına alma çiçəyinin qırmızı işığı düşərdi və o işıqdan məktəb zənginin qırmızı səsi gələrdi. Sonra boş qalmış məktəb eyvanı. Boş küçələr, səssiz-səmirsiz evlər və bu vaxt iki ağac çiçəklərin gözü ilə uzaqdan uzağa bir-birinə baxardı. Biri heyva ağacı idi, biri alma ağacı idi. Dünyanı elə qəribə görmək üçün bəlkə səndən də balaca olmaq lazım idi mənim balam. Bəlkə o yaz mənim bu dünyada gördüyüm birinci yaz fəsli idi. İndi uzaqdan uzağa o yerlərə bir də baxanda nədənsə mənə elə gəlir ki, bizim kənddə o yaz təkcə o iki ağac çiçək açmışdı, tək bir küçə işıqlı idi. Mənə elə gəlir ki, Niyaz müəllim o iki ağacın arasında yaşadı, o işıqlı küçədən əskər getdi və məhz buna görə də onun yazdığı məktub elə gözəl məktub oldu. O məktub bizim həyətdə pilləkənin başında, çıraq işığında oxundu. Yay idi, biçin vaxtı idi, arvadlar biçindən təzəcə qayıtmışdılar. Hələ axşam təzəcə düşmüşdü. Hələ hava boz idi, qaralmamışdı. Orada burada kolların dibində, ağaçların sıx budaqları arasında işıq üzü görməyən yerlərdə. Havanın qarası yavaş-yavaş bollaşırdı, sıxlaşırdı, get-gedə qatılaşan kölgələr elə bil xısın-xısın tərpəşirdi. Bir də başlarına təzəcə toyuqlar qonmuş, qarğalar, saxsağanlar doluşmuş ağaçların nazik budaqlar ara bir tərpəşirdilər. Çırağı mənim anam tutmuşdu. Canım gözüm, məktubu Niyaz müəllimin arvadı Mənzər xalanın özü oxuyurdu. Qulaq asan mən idim, nənəm idi. Qonşuluqdan ayaq yalın, başı açıq qaçıb gəlmiş Əsmər xala ilə Fatma xala idi. Bir də çiçəyi çoxdan tökülmüş iki ağac indicə bu saatça çiçək açıb o məktuba qulaq asırdı. Biri heyva ağacı idi, biri alma ağacı idi. O axşam bizim həyətdə çıraq işığında Mənzər xala o məktubu oxuyanda Niyaz müəllim haradasa Qaradəniz deyilən bir yerdə idi. O dənizin suyu gömgöy idi və o gömgöy suyun üzündə qağayı deyilən ağappaq quşlar üzürdülər. O dənizin qırağında meşələr vardı, o meşələrdə bizim yerlərdə bitməyən ağaclar bitirdi. Niyaz müəllim dava qurtaran kimi əskərlikdən qayıdıb, Mənzər xalanı da o yerlərə aparacaqdı. O meşələrdə Mənzər xala da gezəcəkdi. O dənizi Mənzər xala da görəcəkdi. Üstəlik, Mənzər xala o dənizdə çiməcəkdi də. Çimib ağappaq göyərçinə oxşayacaqdı. Hələlik salamat qal göyərçinim, özünə körlük vermə. Əgər istəyirsən ki, uşağımız gözəl olsun, çoxlu yat, çoxluca meyvə yem. Bir də gözəl şeylərə çox bax. Mənim çiçəyim, vaxt tapdıqca gözəl şeylərə bax. Gözəl şeylərə bax. Niyaz müəllimin bu qəribə sözlərinə arvadlar əvvəl gülüşdülər. Sonra ciddiləşdilər, sakitləşdilər, dünyanın gözəl şeylərindən danışmağa başladılar. Nənəm lap bu başdan dedi ki, Niyaz düz yazıb, lap yerində yazıb. Elə şey, dedi. Quranda da var. Uşağın gözəl olmaq üçün gərək Mənzər duru suya tez-tez baxsın. Əsmər xala zarafatla dedi ki, gözəl şey lalədir ki, o da yazda olur. İndi bu kənddə gözəl şey nə gəzir? Gözlə, dedi. Hələ doğma. Yazda lalə çıxar, doğarsan. Fatma xala da zarafat elədi. Qaynanamı gətirinmi Mənzər, dedi. Gətirim qoyum sizə. Tək adamsan, hərdən gül camalına tamaşa eləyərsən. Bu söz mənim nənəmin heç xoşuna gəlmədi. Qaynanalar bir ağır daş olub, dedi. Düşüb gəlinlərin başına və hirslənib çıxıb getdi. Mənim anam gözünü qaranlığa zilləmişdi. Sakitcə baxırdı. Nəsə fikirləşirdi. Sonra fikirdən ayılıb, yüzün gülsün ay Niyaz, dedi. Gör orada topun tüfəyin içində nə axtarırsan? Sonra anam arvadlara qəribə bir nağıl danışdı.
Sənə bir gözəl şey deyəcəyəm Mənzər dedi. Amma sən Allah gülməyəsən. Yatanda sağ əlini döşlərinin üstünə qoy. Elə gözəl yuxu görəcəksən ki, bir ucu dağın başındasan, bir yumşaq buludun içindəsən. Görəcəksən ki, yırğalanırsan Mənzər, elə bil nənnidəsən. Aşağıda görəcəksən hər yan düzəngahdır. Düzü dünya gömgöy otdur. Hər yan qıpqırmızı lalədir. Bir də bir yeki günə baxan görəcəksən. Mənzər test boyda günə baxan. Bir qara quş uçub gələcək, həmin günə baxanın üstünə qonacaq. Sən gərək o quşdan qorxmayasan. Gərək gözlərini açmayasan. Açsan hər şey itib gedəcək. Amma dözsən, açmasan. Görəcəksən ki, quş kimi yumşaq bir şey uçub, qonub döşüyün üstünə. Bir də baxıb görəcəksən ki, quş deyil, əldir. Niyazın əli. Niyazı yanında uzanmış görəcəksən. Aylanda elə yüngül olacaqsan ki, Mənzər, lap o buluddan da yüngül. Anam bu yuxunu danışanda Mənzər xala o saatçı əlini döşüyün üstünə qoydu. Fatma xala, neçə vaxtdır ki, mən də bir yuxu görürəm, dedi. Danışsan mat qalarsınız. Ancaq Fatma xala o yuxunu danışmadı. Fatma xalanın əvəzinə Əsmər xala bir uzun yuxu danışdı və o yuxuya qulaq asası arvadları yuxu bastı. Sonra arvadlar dağılışdılar, çünki biçindən gəlmişdilər. Yorğun idilər və sabah ulduzlar sönməmiş yenə əkin biçməyə gedəcəkdilər. O ay arvadlar səhərdən axşamacan zəmi biçdilər, ancaq Niyaz müəllimin sözləri də yadlarından çıxmadı, məktub unudulmadı. O məktub gün batanda yada düşdü, ay çıxanda yada düşdü. Bir ağacda bülbül oxuyanda arvadlar sevinə-sevinə Mənzər xalanı səslədilər. Niyaz müəllimin dediyi o gözəl şey cah ot oldu, üstü şehli, cah gül oldu, qırmızı gül. Bir gün bərk yağış yağdı və o yağış kəsən kimi Fatma xala evlərinin damından aləmə səs saldı. Fatma xala qışqırıb Mənzər xalanı çağırdı. Mənzər, tez ol, dedi. Bayıra çıx, ora bax, al yaşıla bax. O səsə mən də bayıra çıxdım. O göy qurşağına mən də baxdım. O mənim bu dünyada gördüyüm birinci göy qurşağı idi. Biçin qurtardı. Arvadları bostan işinə yolladılar və bir axşam bostandan qaydanda Mənzər xala deyəsən yaxşılaşıram, dedi. Və bircə bu sözə görə ertəsi gün arvadlar Mənzər xalanı yorğan döşəkdən qalxmağa qoymadılar. Məni də o evdə pəncərənin qabağında oturtdular. Mən ağladım, orada oturmaq istəmədim. Məni ovutmaq üçün arvadlar bir yeki ərik cırcıraması tutdular. Qıçına sap bağladılar, mən o sapın ucundan yapışdım. Cırcırama xeyli vaxt özünü pəncərəyə çırpdı. Sonra qıçını qırıb sapdan xilas oldu. Uçub getmək istədi, amma necə gedəcəkdi? Qapı bağlı, pəncərə bağlı, çıxmağa yer nə gəzirdi? Birdən hiss elədim ki, mənim də çıxmağa yerim yoxdur. Bu dəfə daha bərkdən ağlamağa başladı. Mənzər xala yerindən durub qapını açdı. Get, həyətdə oyna, dedi. Qəşəng balam, amma uzağa getməyəsən. O həyətdən bütün kənd görsənirdi. Dağların başı görsənirdi, dərələrin dibi görsənirdi. Bir döşdə, çaydan yuxarıda, bir dünya yaşıllığın içində iri-iri günə baxanlar saralırdı. Ora mənim zənnimcə mütləq bostan olmalıydı. Yaşıllıq, günə baxan sarısı. Günəş dağın dalından təzəcə baş qaldırmışdı. Üzün gülsün, Aniyaz, gör orada topun tüfəngin içində nə axtarırsan? Mən o gün Mənzər xalanın həyətində hasarın üstündə oturmuşdum. Hasarın o tərəfi zibil yeridir. Zibillikdən iyi gəlirdi. Ancaq mən o hasardan heç cür aralanmaq istəmirdim. Çünki hasarın ən alçaq yeri buraydı və dağların başı da, dərələrin dibi də yalnız buradan görsənirdi. Bir də gözümü açıb gördüm ki, hasarın bu biri tərəfində otun içində yatmışam. Evdən Mənzər xalanın yanından əvvəl doktor Səfiyyənin səsi gəlirdi, sonra mən körpə çığırtısı eşitdim. Mənzər xala bir qız doğdu mənim balam və arvadların hamısı bir ağızdan gözəldir, dedilər. Ancaq o qız neçə müddət adsız qaldı. Kənd sovetində neçə dəfə adam gəldi, dedilər ki, uşağa ad qoyulmalıdır, amma Mənzər xala uşağa ad qoymadı. Siz orada nə ad yazırsınız, yazın, dedi. Mən Niyaza məktub yazmışam. Cavabı gəlməsə ad qoymayacağam. Niyaz müəllimdən heç vaxt cavab gəlmədi. Buna görə Mənzər xala birdən-birə dinib danışmaz oldu və onun barəsində arvadlar sirli-sirli pıçıldaşmağa başladılar. Arvadlar sirli-sirli pıçıldaşıb bu qərara gəldilər ki, gündüzlər mən Mənzər xalanın yanında olum, gecələr nənəm gedib Mənzər xalanın yanında yatsın, yoxsa Allah uzaq eləsin, birdən Mənzər xala özünə bir şey eləyər, ya da uşağın başına bir iş gətirər. Bir mən idim, bir Mənzər xala idi, bir də Mənzər xalanın qucağında adsız bir uşaq var idi. Mənzər xala saatlarla o alçaq hasarın üstündə otururdu, harasa baxdıqca baxırdı. Hərdən Mənzər xala mənə dağların başını göstərirdi, dərələrin dibini göstərirdi. Dənizi görürsənmi, deyirdi.
Mən dağların başına baxırdım, dərələrin dibinə baxırdım və eyni vaxtda haradasa lap uzaqlarda bir göy sulu dəniz də görürdüm və o dənizdə üzüb-üzüb getməyim gəlirdi.